Sabahınız xeyirli olsun. Təqsirləndirilən Ermənistan vətəndaşı Aray Karutunyan və daha 14 nəfər erməni əsilli şəxs bugün də məhkəmə qarşısındadır. Bir neçə dəqiqədən sonra Bakı məhkəmə kompleksində növbəti baxış iclası keçiriləcək. Hazırki mərhələdə iş üzrə keçən çoxsaylı sənədlər, sübutlar, faktlar araşdırılır. 2016-cı ildən sonra Ermənistan Azərbaycana qarşı apardığı təcavüzkar müharibə nəticəsində ölkəmizə və xalqımıza qarşı törədilmiş çoxsaylı cinayət hadisələri məhkəmə prosesində araşdırılır. 2016-cı ilin aprelində, 2020-ci ilin iyulunda və ondan sonraki dövrdə 2020-ci ilin sentyabr, oktyabr, noyabr aylarında Azərbaycana qarşı, mülki Azərbaycan vətəndaşlarına qarşı törədilmiş çoxsaylı terror hadisələri məhkəmə prosesində sübutlarla tədqiq olunur. Təqsirləndirilən şəxslər dövlət ittihamçılarının suallarını cavablandırırlar və qeyd edək ki, həmin cinayət əməlləri onların ifadələrində etiraf olunur və bir daha təsdiqini tapar. Hazırki mərhələdə həmçinin çoxsaylı sübutlar, faktlar var ki, video materiallar var, onlar da məhkəmə prosesində nümayiş etdirilir. Qeyd edək ki, təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin çoxsaylı maddələri, o cümlədən sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluğun maliyyələşdirilməsi və digər maddələri ilə təqsirli bilinirlər. Onlar hal-hazırda məhkəmə binasına gətiriliblər. Eyni zamanda onların vəkilləri də buradadır. Həmçinin onlar üçün ayrılmış tərcüməçilər də məhkəmə binasındadır və göründüyü kimi bugün də məhkəmə prosesində çoxsaylı zərər çəkənlər iştirak edirlər. Qeyd etdiyimiz kimi bir neçə dəqiqədən sonra növbəti baxış iclası başlayacaq. Açıq keçən məhkəmə iclasında media nümayəndələri də iştirak edir və biz prosesin ilk günündən iclasları, məhkəmənin gedişini izləyirik və bu gedişatla da bağlı ən son məlumatları tamaşaçıların diqqətinə çatdırırıq. Bugünkü iclasla da bağlı xəbərlərin növbəti buraxılışında biz daha geniş məlumatları çatdırmağa çalışacağıq deyərək sözü yenidən mərkəzə, studiya ötürürük.